Salam əziz şagirdlər, gəlin birlikdə sabit cərəyan qanunlarının mövzu izahına birlikdə baxaq. Demək bizə deyir ki, birinci başlayırıq elektrik cərəyanı. Nədir bu elektrik cərəyanı? Cərəyan ümumiyyətlə nə deməkdir? Cərəyan nəyinsə istiqamətli hərəkətini bildirir. Məsələn, deyək ki, deyir suyun cərəyan edir. Bu da deməkdir, suyun istiqamətlənmiş hərəkəti, su hansı istiqamətdə hərəkət edir? Və yaxud da ki, deyirik ki, qan cərəyan edir. Məsələn, bizim damarlarımızda qan cərəyan edir. Nə deməkdir bu? Qanımız dövr edir. Hansı istiqamətdə hərəkət edir? Müəyyən istiqamətdə hərəkət etməsinə. Yəni, cərəyan deyirik. Eyni məsələni biz elektrik cərəyanı deyəndə də elektrik yüklərinin nizamlı hərəkəti deməkdir. Yəni, yüklü zərərciklərin nizamlı hərəkətinə də biz elektrik cərəyanı deyəcəyik. Demək, elektrik cərəyanı nə oldu? Elektrik cərəyanı, zərərciklərin nizamlı hərəkəti də elektrik cərəyanı dedik. Baxın, elektrik cərəyanının olması üçün mütləq şəkildə yüklü zərərciklər nizamlı hərəkət etməlidir. Elektrik cərəyanının yaranması üçün 3 vacib şərtimiz var. Birinci növbədə mütləq şəkildə yüklü zərərciklər olmalıdır. Baxın, bu hərəkət edən yüklü zərərciklər mütləq olmalıdır. İkinci şərtimiz nədir? Naqilin daxilində elektrik sahəsi mövcud olmalıdır. Bu nə deməkdir? Yəni, yüklü zərərciklərin nizamlı hərəkətinin yaranması və davam etməsi üçün müəyyən istiqamətdə ona qüvvə təsir eləməlidir. Həmin o qüvvədə biz bilirik ki, həmin o qüvvəmiz F bərabərdir Q7. Onda həmin o qüvvə ilə biz ona təsir etsək, naqilin daxilində elektrik sahəsi mövcud olacaq və həmin yüklü zərərciklər nizamlı hərəkətinə səbəb olacaq. Üçüncü isə ən vacib qaydalarımızdan biri, burada gördüyümüz kimi açar qapalı olmalıdır. Yəni, cərəyanın axını kəsilməməlidir. Sonra deyir ki, cərəyanın istiqamətini biz həmişə müsbət yük istiqamətində qəbul etmişik. Yəni, burada baxın, burada biz batareya vermişik. Batareyada istiqamətini göstərsək, cərəyanın istiqamətini göstərsək, cərəyan həmişə müsbətdən mənfiyə doğru axacaq. Baxın, bu istiqamətdə hərəkət edəcək. Və yaxud da ki, burada mənfidirsə, dedik müsbət istiqamətdə, onda cərəyanımızın istiqaməti bu istiqamətdə olacaq. Cərəyanın axın istiqamətində potensial həmişə azalır. Başqa sözlə desək, potensial böyük olan nöqtələrdə potensial kiçik nöqtəyə axır. Qoymuşam cərəyanın axınını izah etməkdən ötürü. Burada bir nasosdur, krandır və kiçik qıvırcıq olan borudur. Burada su dövr edir. Nasos nə işə yarar? Heç nəyə qoşulmayıb ki? Xeyr, sadəcə suyu dövr elətdirir. Su, yəni bu hissədə dövr edir ancaq. İndi gəlin baxaq. Eyni məsələdə, burada da bizdə nasos rolunu batareya oynayır. Batareyada yüklü zərərcikləri nizamlı hərəkət elətdirir. Yəni, müsbətdən axır mənfiyə doğru gedir. Müsbətdən axır mənfiyə doğru gedir. Və beləcə yüklü zərərciklər daim hərəkət edir. Cərəyanın yaranması üçün, yəni cərəyan olması üçün mütləq şəkildə naqillər arasında potensiallar fərqi olmalıdır. Yəni, bu batareya bir növ potensiallar fərqi yaradır. Bəs yaxşı, biz buradakı potensiallar fərqi bərabərləşənə qədər bizdə cərəyan yaranır. Potensiallar fərqi bərabərləşəndə biz onda deyirik ki, batareya qurtardı. Kran rolunu oynayır, açar. Açdıqda, bağladıqda cərəyan kəsilir, həmçinin su kəsilir. Buradan keçən cərəyanda bir növ lampanın yanması kimi göstərmək olar. Biz dedik ki, cərəyanın axın istiqamətində potensial azalır. Biz onda desək ki, burada cərəyanımızın istiqaməti necə oldu? Müsbət yük istiqamətində. Yəni, cərəyanımızın istiqaməti bu istiqamətdədir. Bu istiqamətdə potensial azalırsa, onda bizim ən böyük potensialımız harda olacaq? 1 nöqtəsində, sonra 2 nöqtəsində, sonra 3 nöqtəsində. Gəlin buna aid bir məsələyə baxaq. Bizə verib ki, dielektrik dayaqlar üzərində metal kürələr yüklənmişdir. Hər 3K açarını eyni anda qapadıqda yaranan cərəyanların istiqamətini oxlarla göstərilmişdir.
Kürələr ilə potensiallar arasında hansı münasibət doğrudur? Biz dedik ki, cərəyan istiqamətində potensial neynir? Azalır. Ən böyük cərəyan hardadır? Hər yerə gedən hansıdır? Birincidə neynir? Cərəyan hər ikisi də gedir. Demək, bunun cərəyanı ən böyükdür ki, hər ikisinə gedir. Düzdür? Cərəyan gedirsə, demək, onun ən kiçik potensialı nədir? 1'dir. Onda biz yazırıq F1, F1 ən kiçik olacaq. Sonra digər hamısından digərinə baxdıqda isə görürük ki, burada üçüncüdən 2'ye keçib. Demək nədir? 3 2'dən nədir? Cərəyanı çoxdur ki, 3'dən 2'ye cərəyan keçib. Onda biz bunun əksini götürəcəyik. F3 sonra ən böyük isə F2'dir. Yəni cərəyanı ən az olan. Gördük ki, yəni nə dedik? Potensial çox olan yerdə cərəyan az olur, cərəyan az olan yerdə potensial çox olur. Cavabımız F1, F3, F2. D variantı. Biz dedik ki, yüklü zərəciklər yəni gözlə görə bilmirik də. Naqilin içində axan zərəcikləri biz, yüklü zərəcikləri daha doğrusu, gözümüzlə görə bilmirik. Düzdür? Buna görə də yüklü zərəciklərin çox kiçik olduğuna görə elektrik cərəyanının yaratdığı təsirlərə görə müəyyən edirik biz. Bunlar da nədir? 3 dənə elektrik cərəyanının təsiri var. İstilik təsiri, kimyəvi təsir, maqnit təsiri. Demək, biz deyirik ki, istilik təsiri nədir? Biz dedik ki, istilik təsirində naqildən cərəyan keçəndə naqil az və yaxud çox biraz qızır. Buna biz cərəyanın istilik təsiri deyirik. Əsasən də ütüdə, elektrik çaydanlıqda da istifadə edə bilirik. Bu istilik təsiri ilə yanaşı işıq təsiri də müşahidə edə bilirik. Bunu harda? Yəni qızmış naqil həm istilik verməklə yanaşı, həm də işıq saçır. Bunu nümunələrdə də deyə bilərik. İkinci kimyəvi təsir. Kimyəvi təsir əsasən elektrolitlərdə, məhlullarda və ərintilərində müşahidə olunur. Elektrolitlər məhlulunda kimyəvi təsir müşahidə olunanda, yəni elektrik cərəyanı keçdikdə maddə ayrılması baş verir. Bunu da gələcək dərslərimizdə daha ətraflı keçəcək. Maqnit təsiri isə cərəyan keçən bütün naqillər ətrafında maqnit təsiri yaranır. Buna nümunədə indi onu da gələcək dərslərimizdə daha ətraflı keçərik. Yəni naqildən cərəyan keçirsə, orada yüklü zərəciklərin hərəkəti var. Həmin naqil ətrafında maqnit sahəsi yaranır. Demək, elektrik cərəyanını, biz dedik elektrik cərəyanının başa düşdüyü nədir? Yüklü zərəciklərin nizamlı hərəkətidir. Bir də elektrik cərəyanı kəmiyyətcə xarakterizə edən daha doğrusu kəmiyyətə, belə deyək daha doğrusu, biz cərəyan şiddəti deyəcəyik. Cərəyan şiddəti böyük I hərfi ilə işarə olunur. Baxın, böyük I hərfi ilə işarə olunur. Düsturu Q böl T'dir. Burada Q nədir? Q elektrik yükü, T zaman. Cərəyan şiddətinin vahidi kulon bölünsün saniyədir. Buna da biz 1 amper deyəcəyik. Amper əsas vahidlərimizdən biridir, daha doğrusu. Sonra davam eləyək. Əgər söhbət sabit cərəyandan gedirsə, sabit cərəyanda axan naqilin en kəsiyindən keçən yükün miqdarı cərəyan şiddətinin hasilinə bərabərdir. Bu nə deməkdir? Yəni Q'nun düsturu Q bərabərdir I vurulsun T'dir. Burada deyirik ki, cərəyan şiddəti sabit cərəyan dediyimizə görə zamandan asılı deyil. Amma yük zamandan düz asılı olacaq. Sonra davam eləyək. Deyirik ki, cərəyan şiddətinin zamandan asılı qrafiki, xəttin altında qalan zaman oxunan, xəttin altında qalan fiqurun sahəsi bizə həmişə yükün miqdarını verəcək. Bu nə deməkdir? Görürsünüz, burada trapesiyadır. Trapesiyanın sahəsi bizə yükü verəcək. Gəlin buna aid bir məsələyə də baxaq. Baxın, məsələdə bilirik ki, görürsünüz,
cəryan şiddətinin zamandan asılı qrafikidir. Bizdən nə istəyir? Keçən yükün miqdarını hesablayın. Necə hesablayacağıq? Xəttin altında qalan fiqurun sahəsi. Baxın, bu fiqurun sahəsi. Bu fiqur trapesiya olduğuna görə trapesiyanın sahəsi nədir? Oturacaqları biri, baxın, budur. Biraz qalın eləyək. Biri budur, oturacağı, digəri isə bu alt hissədir. Onda sahəni tapanda S bərabərdir 5 üstə gəl 8 bölünsün 2 vurulsun hündürlüyü. Hündürlüyü də nə qədərdir? 0,4. 0,4. Bu da bərabərdir 13 bölü 2 vur 0,4'a. İxtisar getdi 0,2. Bu da bərabərdir vuranda 2,6. Yəni cavab D variantı. Davam eləsək. Sonra cərəyan şiddətini ölçən cihazımızın adı ampermetrdir. Baxın, ampermetr bu şəkildə olan bir cihazdır. Belə bir cihazdır. Dövrəyə qoşanda şərti işarəsi isə A-dır. Təkcə A hərfi ilə işarə olunur. Ampermetr cərəyan şiddətini ölçür. Həmişə dövrəyə ardıcıl qoşulur. Baxın, ardıcıl, baxın, görürsünüz. Ardıcıl gəlir, ardıcıl qoşulur. Müqaviməti çox kiçikdir və ampermetrdən cərəyan keçir. Baxın, cərəyan gəlir, ampermetrdən keçir. Bunu yadınızda saxlayın. Sonra, iş prinsipi də nədir? Maqnit sahəsinin cərəyanlı çərçivəyə təsirinə əsaslanır. Gəldi indi gərginliyi ölçən cihaza voltmetr deyəcəyik. Voltmetr dövrəyə, baxın, voltmetr bu cihazdır. Həmişə paralel birləşir. İş prinsipi də maqnit sahəsinin cərəyanlı çərçivəyə göstərdiyi təsirə əsaslanır. Dövrə isə həmişə paralel qoşulur. Baxın, ümumiyyətlə, voltmetr gərginliyi ölçür. Gərginliklə nə deməkdir? Naqilin ucları arasındakı potensiallar fərqi. Yəni, əgər bura qoşulubsa, burada olan potensiallar fərqini ölçəcək. Bu lampaya qoşulubsa, lampanın uclarındakı gərginliyi ölçəcək. Hara qoşulubsa, onu ölçəcək. Məsələn, burada zəngə qoşulubsa, zəngin uclarındakı potensiallar fərqini ölçəcəkdir. Gəldik Ohm qanununa. Ohm qanunu nədir? Dövrə hissəsi üçün cərəyan şiddətinin, baxın, cərəyan şiddətinin dövrənin uclarındakı gərginliklə düz, baxın, bu Ohm qanunu bu düsturun bir növ tərifidir. Cərəyan şiddəti uclarındakı gərginliklə düz, müqavimətlə tərs asılıdır. Baxın, İ-U ilə düzdür, cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Burada bizim yeni tanış olduğumuz kəmiyyətlərdən biri müqavimətdir, yəni R-dir. Müqavimət nədir? Baxın, burada bir şəkil vermişəm, maraqlı şəkildir. Bir növ fikirləşin ki, cərəyan şiddəti neynəmək istəyir? Hər hansı bir naqildən axıb keçmək istəyir. Baxın, bu bizim cərəyan şiddətimizdir. Naqildən axmağa çalışır. Gərginlik də onu gərginləşdirir ki, tez elə, keç çıx. Amma müqavimət isə ona əks təsir göstərir. Baxın, sıxır onu buradan ki, yox, sən keçməyəcəksən, mən sənə icazə vermirəm. Müqavimət göstərir onu. Baxın, belə yadınızda saxlayın. Ona görə də deyirik ki, cərəyan şiddəti gərginliklə düz asılıdır. Gərginlik onu itələyir, ona kömək edir. Amma müqavimətlə tərs asılıdır. Buradakı müqavimət isə nə cərəyan şiddətindən, nə də gərginlikdən asılı deyil. Bəs yaxşı sual verəcəksiniz ki, müəllimə, bəs necə olur? Bu müqavimət nədən asılıdır? Biz bu düsturdan tanış olmayan bircə kəmiyyət var, o da müqavimətdir. Müqavimət R hərfi ilə işarə olunur. Vahidi 1 ohmdur. Müqavimət bəs yaxşı, gərginlikdən asılı deyil, cərəyan şiddətindən asılı deyil. Nədən asılıdır? Müqavimət öz düsturu var. Müqavimət nə oldu? Müqavimət dedik ki, cərəyana göstərilən əks təsiridir. Müqavimətin düsturu I bərabərdir, daha doğrusu R bərabərdir, rho L bölünsün S-dir.
Biz indi burada şəkil çəkmişəm, baxın. Bunun bir ucuna buradakı şəklimizi silək, təzədən çəkək. Bu bizim naqilimizdir. Biz naqilimizi özümüzdən desək ki, məsələn deyək ki, bu hissəsi plusdur, bu hissəsi minusdur. Onda biz dedik ki, cərəyan hansı istiqamətdə axırdır? Cərəyan həmişə müsbət yüklər. Görürsünüz, müsbət yük hardadır? Buradadır. Müsbət yük istiqamətdə. Yəni mənim cərəyanımın istiqaməti, baxın, bu istiqamətdə olacaq. Cərəyanım bu istiqamətdə olacaq. İndi gəlin baxın burada müqavimət nə idi? Müqavimət isə gəlin baxın başqa rənglə cərəyan naqildən cərəyan keçdikdə bilirik ki, ümumiyyətlə naqilin daxilində müsbət yüklər var. Düzdür, bu müsbət yüklər heç vaxt hərəkət edə bilmirlər. Sadəcə öz tarazlıq vəziyyəti ətrafında titreşimlər eləyirlər. İndi siz fərz edin ki, bu müsbət yüklər var. Bizim elektronumuz da buradan bir dənə elektron götürək. Baxın, bu mənim elektronumdur. Cərəyanın yaranması üçün, daha doğrusu elektronumdur. Cərəyanı yaradan. Bu elektronum nə etmək istəyir? Bu hissədən mənfidən müsbətə doğru gəlmək istəyir. Bu istiqamətdə gəlib, bu nöqtəyə çatdıqda bizim cərəyanımız yaranacaq. Ona görə də biz nə edirik? Birinci növbədə bunu bu istiqamətdə gətirsək, bizim cərəyanımız yaranar. İndi müqavimət nədir? Müqavimət aman vermir ki, bu yük bura gəlib çatsın. Buradan bura gəlsin. Onun elə bir ki, yoluna maneçilik törədir. Necə maneçilik törədə bilərik biz? Təbii ki, birinci növbədə baxın, burada yüklü zərrəciklərin bu naqilin uzunluğunu uzatsam, bunun buradan A nöqtəsindən B nöqtəsinə gəlməsini ləngidə bilərəmmi? Yəni cərəyanı ləngidə bilərəmmi? Əlbəttə ləngidərəm. Demək, baxın, naqilin uzunluğunu artırsam, müqavimət artacaq. Sonra deyirəm ki, xüsusi müqavimət. Burada xüsusi müqavimətdir. Xüsusi müqavimət yalnız və yalnız maddənin növündən və temperaturdan asılıdır. İndi biz o temperaturla asılılığın gələn mövzularda deyəcəyik. Amma bugün bilməliyik ki, müqavimət nədən asılı olur? Müqavimət bu düsturdakı kəmiyyətlərdən asılı olur. Xüsusi müqavimətdən, naqilin uzunluğundan və naqilin sahəsindən. Siz fərz eləyin ki, biz bu mənfi yüklü elektron buradan keçəndə təbii ki, bu müsbətlərlə neynəyəcək? Toqquşacaq. Toqquşub gəlib bu nöqtəyə çıxacaq. Düzdür? İndi biz bu naqildə mən istəyirəm ki, demək, müqavimət nədən asılıdır? Xüsusi müqavimətdən, yəni maddənin növündən asılı oldu. Naqilin uzunluğu artırdıqca, elə bil ki, cərəyanın axınına bir növ ləngidirəm. Bəs sahə ilə necə asılıdır? Bu naqilin sahəsini artırsam, sahə nə qədər çox olsa, nə baş verər? Sahə çox olduğuna görə daha çox elektrik yükü keçəcək və cərəyan daha çox olacaq. Amma müqavimət nə edəcək? Ona göstərilən cərəyanın axınına göstərilən əks təsir nə edəcək? Təbii ki, azalacaq. Bax, ona görə də deyirik ki, müqavimət naqilin maddənin növündən, yəni xüsusi müqavimətindən, naqilin uzunluğun artması, müqavimətin artması deməkdir. Sahəsi ilə isə tərs asılıdır. Baxın, burada bir nümunə vermişəm yol misalı ilə. Baxın, burada naqilin uzunluğu, yol nə qədər uzanırsa, təbii ki, elə bir ki, mənim A məntəqəsindən B məntəqəsinə gedib çatmağımı ləngidir. Düzdür? Buna görə də yolun uzunluğu artdığına görə mənim çatma vaxtım da ləngiyir. Eyni məsələ, baxın, burada sahə. Birinci, buradakı sahə çox olduğuna görə müqavimət daha az göstərə bilirəm. Amma sahə az olanda, sahə kiçildikcə müqavimətim artır. Bir dənədən çox maşın keçə bilmir. İstəsə belə keçə bilməz. Ona görə də sahə ilə necə asılı oldu müqavimət? Tərs asılı oldu. Biz indi bunların asılıqlarını da yazmışam. Müqavimət L ilə düz, S ilə tərsdir. Təbii ki, burada sahənin necə silindir formasında versə, biz silindirin yerinə nə yazarıq? Pi r kvadratı yazıb və oradan radiusla da asılılıq tapa bilərik. Yəni ki, müqavimət R1-in R2-yə
bərabərdir S2 kvadratının S1, yox daha doğrusu R2 kvadratının R1 kvadratına və yaxud da D2 kvadratını, yəni diametrin D1 kvadratına olan nisbəti kimi də yaza bilərik. Bugünlük bu qədər dostlar. Gələn mövzuda bu dərsin sorğu-sualı edəcəyik və buna uyğun test izahlarına birlikdə baxarıq. Hələlik.